Bu günlərdə biz riyaziyyat 2-ci hissə 4-cü sinif dərsliyimizin adi və onluq kəsirlər bölməsinin, yəni 7-ci bölmənin mövzularını işləyəcəyik. Kəsirlər bundan əvvəlki videolarımda da işləmişdik. Bugünkü dərsimiz isə bərabər kəsirlərdir. Burada baxırıq əvvəlcə araşdırma müzakirə hissəsində bərabər kəsirləri bizə nə formada izah edir. Gördüyünüz kimi, bax bu birincidə nə görürük? Görürük ki, bir dairəni 2 hissəyə bölüb və 2-dən birini götürüb. İkinci dairədə isə 4 hissəyə bölüb və ikisini götürüb. Üçüncü dairəmizdə 6 yerə bölüb 3-ünü götürüb, 4-cüdə isə 8 yerə bölüb 4-ünü götürüb və bizdən istəyir ki, bu kəsirlər dairənin hansı hissəsini ifadə edir, bunu dedik və bu kəsirlər uşaqlar bilirsiniz ki, görürsünüz ki, bərabər kəsirlər adlanır. Niyə biz bunu bərabər götürürük? Çünki burada 2 yerdən biri götürülüb, yəni yarısı bütün dairələrdə dairələrin yarısı götürülüb. Sadəcə olaraq birində az hissəyə bölünüb, digərində isə çox hissəyə bölünməklə götürülüb. İndi baxırıq, burada açar sözlərimizi görürsünüz. Kəsirin ixtisar edilməsi, ixtisar olunmayan kəsirlər. İndi gəlin baxaq görək nəydən gedir söhbət. Kəsirin surət və məxrəcini sıfırdan fərqli eyni ədədə vurduqda və ya böldükdə həmin kəsirə bərabər kəsir adlanır. Burada gördüyünüz kimi uşaqlar, məsələn, gəlin baxaq bura. Aha, bura baxaq. Məsələn, burada. 2-ni 2-yə vurub. 2-ni 2-yə vurub 4 alıb. 3-ü 2-yə vurub 6 alıb. Hər ikisini, yəni kəsirin surətini və məxrəcini eyni ədədə vurub və özünə bərabər bir kəsir alıb. Burada aşağıda 6-da 4-ü 1, 2, 3, 4 hissəyə ayırıb, yuxarıda isə 3-də 2-ni 1, 2, 2 hissəyə ayırıb və təbii ki, bu bərabərdir. Burada isə uşaqlar ədəd oxunlara görüldüyü kimi 6-da yəni 4 kəsiridir, burada göstərir, bərabərdir nəyə? 3-də 2-yə. Yəni 6 hissəyə bölünüb 4-ü də götürülsə, 3 hissəyə bölünüb 2-si də götürülsə, yenə də eyni kəsirə bərabər olurlar. Daha sonra isə burada aşağıda isə bölünməsini göstərir. 12-də 9 kəsirini hər ikisi tərəfini, yəni kəsirin surətini və məxrəcini ikisini də neyiniyib? 3-ə bölüb. Baxaq burada. Gördüyünüz kimi 9-u əvvəlcə 3-ə bölüb, alıb 3, 12-ni də 3-ə bölüb, olub 4. Kəsirin surəti və məxrəci hər ikisi də 3-ə bölündüyünə görə 12-də 9 kəsir ilə 4-də 3 kəsir bir-birinə bərabərdir. Daha sonra görək burada nə var? Bələdçi də bizə nə deyir? Boş xanalarda biz nə edəcəyik? Həmin kəsirlərə bərabər kəsirlər tapacaq. Gəlin tapaq. Burada biri qaldı burada, üzr istəyirəm. 18-də 12 kəsirinə bərabər olan hansı kəsirləri yazmaq olar? Bunu necə müəyyən etdiniz? 18-də 12 kəsirinə biz nə edə bilərik? Məsələn, 18-də 12 kəsirinə uşaqlar, baxın bu kəsirə bölməklə həm surətini, həm də məxrəcini bölə bilərik. Nəyə? 12-də, 18-də hər ikisi bölünür nəyə? 6-ya. 12-ni, bax, bu üstünə 6 yazıram. 6, 6. 12-ni 6-ya bölsəm, alaram yuxarıda 2. 18-i 6-ya bölsəm, aşağıda alaram 3. 3-də 2 kəsiri. Deməli, 18-də 2 kəsiri ilə 3-də 2 kəsiri bərabərdir. Və yaxud 6-ya bölmərəm. 18-də 12 bölünür həm də nəyə? Həm də bölünə bilər elə 3-ə. Məsələn, 12-ni, yəni burada əvvəlcə bölməsini göstərək 3-ə. Bərabər olacaq nəyə? Qulağı qaldı. 12-ni 3-ə bölsəm, alaram 4. 18-i 3-ə bölsəm, alaram 6. 6-da 4 kəsiri də 18-də 2 kəsirinə bərabərdir. 18-də 12 kəsirinə daha doğrusu. Davam edirik indi nə ilə? Burada bizə nə deyir? Boş xanalara uyğun ədədləri müəyyən edin və verilən kəsirlərə bərabər kəsirlər tapın. Gəlin baxaq. Burada göstərib nəyi? Bunu silək. Burada 2-də 1 kəsirini, surətini və məxrəcini 5-ə vurub, alıb 10-da 5 kəsirini bərabərləyib 2-də 1-ə. Biz isə burada nə edəcəyik? 5-də 4 kəsirini 2-yə vurmağımızı istəyir. 4-ü 2-yə vuracam, alacam 8. 5-i 2-yə vuracam, alacam 10. Deməli, 5-də 4 kəsiri ilə 10-da 8 kəsiri bərabərdir. Burada 3-ü 3-ə vuracam, alacam 9. 4-ü 3-ə vuracam, alacam 12. 12-də 9 kəsirlə 4-də 3 kəsir bərabərdir. Burada 2-ni 5-ə vuracam, 10. 7-ni 5-ə vuracam, 30. 7-də 2 bərabərdir. 30-da 10. Onu burada isə bölməklə istəyirdik. Onsuz da biz bayaq öyrəndik ki, kəsirin surət və məxrəcini eyni ədədə böldükdə və ya vurduqda ona bərabər kəsir alır. Bayaq 3-ünü vurmayla işlədik, indi 3-ünü də bölməklə olacaq. 10-u 2-yə böləndə 5. Nə dedik biz buna? 10-u 2-yə böləndə 5. 12-ni 2-yə böləndə 6. Burada 12-ni 4-ə böləndə 3. 20-ni 4-ə böləndə 5. 5-də 3. 6-nı 3-ə böləndə 2. 27-ni 3-ə böləndə 9. Bax belə. İndi isə keçirik səhifə 9-a. Baxaq görək burada bizdən nə istəyir. Burada bizə deyir ki, təsvirlərə uyğun kəsirləri yazın. Bu kəsirlərin bərabər olub olmadığını müəyyən edin. Gəlin müəyyən edək. Burada A variantında kəsirə baxırıq. Neçə yerə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 hissəyə bölünüb və 9-dan 6 hissəsi. 9-da 6. Sonra isə burada necədir? 3 yerə bölünüb. 3 yerə bölünüb 3-dən ikisini götürüb.
Gəlin baxaq görək bu kəsirlər bir-birinə bərabərdirmi? 9-da 6-nı 3-ə bölsəm 2 olar. 9-da 3-ə bölsəm 3 olar. Deməli bu kəsirlər bir-biri ilə bərabərdir. İndi bura baxırıq. Neçə hissəyə bölüb? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissəyə bölüb, alıb neçə? İkisini götürüb olub 8-də 2 kəsirib. Bəs bu birində nə olub? 1, 2, 3, 4 yerə bölüb, ikisini götürüb. Aha. İndi baxaq görək bu kəsirlər bir-birinə bərabərdir, yoxsa yox. Gəlin baxaq. 2-ni 2-yə böləndə 1 eləyər, 8-i 2-yə bölsək 4 eləyər. Deməli burada bir bərabərlik yoxdur. Biz buna bərabər deyil deyəcəyik. Çünki bir-birinə bərabər deyirlər. C tapşırığına baxacağıq. Burada nədir? Neçə yerə bölüb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 yerə bölüb 1, 2, 3, 4, 5 hissəsini götürüb. 12-də 5 kəsirib. Bu birisində isə 3 yerə bölüb 3-dən 1 hissəni götürüb. Burada uşaqlar görürük ki, biz bu kəsirdə bir-biri ilə bərabər deyil. Niyə? Çünki 5-i 5-ə bölsəm 1 eləyir, amma 12-ni 5-ə bölə bilmirəm. İndi davam edirik. Nə ilə? Bunları sildik. Baxırıq nəyə? Aha. İkinci tapşırıqda bizə nə deyir? Bizə deyir ki, ədəd oxunda verilən nöqtələrə uyğun bərabər kəsirləri müəyyən edin. Gördüyünüz kimi burada ədəd oxu, necə görsən uşaqlar, ədəd oxu 4-də 1 kəsiridir, 4-də 2, 4-də 3. Deməli, 2-də 1 kəsir uşaqlar nəyə bərabərdir? Burada nə dayanır? Burada dayanır 4-də 2. Deməli, 4-də 2 kəsiri. Oy, buna desəm neysə körlədik mi? Düzəldək. Aha. 4-də 2. Bax belə. Burada gördüyünüz kimi 4-də 2-ni göstərir. İndi bura baxırıq. 4-də 1 kəsiri yuxarı 4-də 1 göstərir. Aşağıda 8-də 1-lərdir. 4-də 1 kəsir. Burada nə olacaq uşaq? 8-də 1, burada 8-də 2 olacaq. Deməli, 4-də 1 bərabərdir nəyə? 8-də 2-yə. İndi baxırıq 8, 4-də 2 kəsirini burada verib yuxarıda. Aşağını biz tapırıq. 8-də 3-dən sonra neçə gəlir? 8-də 4. Yazırıq bura 8-də 4. Sonra isə uşaq 8-də 6-nı verib bizdən soruşur ki, yuxarıda hansı kəsirə bərabərdir? 4-də 2-dən sonra 4-də 3-ə bərabər olacaq. Sonra burada isə 6-da 1, 6-da 2, 6-da 2 bərabər olacaq nəyə? Neçə yerə bölünüb? Gəlin baxaq. 1, 2 yerə bölünüb, 3 yerə bölünüb. 3 yerə bölünübsə, deməli olacaq 3-də 1. Bu 3-də 1-dir, biz 3-də 1-i bura yazırıq. Biraz böyük çıxdı. Aha, 6-da 2 kəsiri bərabərdir 3-də 1-ə. Çünki 2-ni 2-yə böləndə 1 eləyir, 6-nı da 2-yə böləndə 3 eləyir. Burada gəlin baxaq görək nə olacaq. Deməli 6-da 2, bura olacaq 6-da 3. Gəlin bura yazmağa çalışırıq. Bura 6-da 3-dürsə, deməli bu da 6-da 4-dür. Bura yazacağam 6-da 4. Deməli 6-da 2 bu 3 yerə bölünmüşdü. Bayaq bu 3-də 1 idi. Bu da demək olacaq 3-də 2. Deməli uşaqlar 6-da 4 kəsiri bərabərdir 3-də 2-yə. Yuxarıda da gördüyünüz kimi 3-də 1, 3-də 2-dir. 4-ü 2-yə böləndə 2, 6-nı da 2-yə böləndə olur neçə? 3. Bunları da pozaq. İndi isə keçək neçə? 3-cü tapşırığa. Gəlin 3-cü tapşırıqda bizdən nə istəyir? Bizə deyir ki, boş xanaya uyğun ədədləri tapın. Ədədlər tapın. 4-də 3 kəsiri bərabərdir 16-dan neçəyə? Deməli 4-ü 4-ə vurub ki, alıb 16. Biz də 3-ü 4-ə vuracaq, alacaq 12. 18-də 12 kəsirini. 18-i burada görürük ki, azalıb. Deməli burada bölmə əməlindən istifadə olunub. 18-i 3-ə bölüb ki, 6 alıb. Deməli 12-ni də 3-ə bölsə olacaq neçə? 4. 7-də 5 kəsiri artıb, deməli vurub. 5-i neçəyə vursaq 30 eləyər. Deməli 6-ya vurub, alıb 30. Biz də 7-ni 6-ya vuracaq, alacaq neçə? 42. Sonra 27-də 18 kəsiri 9-da neçə? 27 3-ə bölünüb ki, alıb 9. Deməli 18-i 3-ə böləcək, olacaq neçə? 6. 3-də 3 kəsiri bərabərdir 15-də. Deməli 3-ü 5-ə vurub, alıb 15. Biz də 3-ü 5-ə vuracaq, yenə məcbur olacaq 15. Çünki kəsirimizin surət və məxrəci eyni olduğuna görə digər ona bərabər olan kəsir də eyni alınır. İndi bura baxırıq. 25-də 10 kəsiri 2 5-ə vurulub ki, 10 alınır. 25-də 5-ə vurulmalıdır ki, 5 5-ə vurulmalıdır ki, 25 alınsın daha doğrusu bu belə. İndi uşaqlar burada bizdən nə istəyir? 4-cü tapşırığa keçirik. Kəsirlər bərabərdirsə, o ulduzun yerinə bərabər, bərabər deyilsə bərabər deyə işarət yazacaq. 2-də 1 kəsiri 6-da 4-dən gəlin baxaq. 2-ni 3-ə vursaq 6 olar, amma 1-i 3-ə vursaq 4 olmaz. Yaxşı, 1-i 4-ə vursaq 4 eləyər. Bu da olmur. Deməli bu kəsir istər ilə, istər belə bir-biri ilə bərabər deyil. Sonra 5-də 3 kəsirindən 10-da 5 kəsiri. Burada uşaqlar 3-ü 5-i görürük. Biz bilirik ki, 3-ü nəyəsə vurmaqla 5-i almaq mümkün deyil. Deməli bu kəsirimiz də bərabər deyil. Sonra 3-də 1 kəsiri 9-da 3 kəsiri. 1-i 3-ə vurub 3 alarıq, 3-ü də 3-ə vurarıq 9 alarıq. Deməli bu kəsir bir-biri ilə bərabərdir. 6-da 5 ilə 12-də 10. 5-i 2-yə vursaq 10, 6-nı da 2-yə vursaq 12. Deməli 2-yə vurma ilə bərabər kəsir alırıq. 4-də 3 kəsiri, 8-də 5 kəsiri. 3-ü nəyəsə vurub 5 ala bilmirik. Bu gördüyünüz kimi bərabər olmayan kəsirdir. 12-də 6, 6-da 3. 6-nı 2-yə bölsək 3 olar. 12-ni də 2-yə bölsək 6 olar. Deməli bu kəsirimiz də nədir? Bərabərdir. Sonra 7-də 2, 27-də 1.
27-ni 3'ə bölüb 7 almaq olur. Amma bu 7-ni burada nəyəsə bölüb biz ala bilmərik. Deməli, bu kəsrimiz bərabər deyil. 5-ci tapşırığa keçirik. Verilən kəsrlər arasından digər ikisinə bərabər olmayan kəsr müəyyənlə. İndi baxırıq. 10-6 kəsri 28, 5-də 3 kəsri. Gəlin baxaq. 5-i 2-yə vurub 10 ala bilərik. 3-ü də 2-yə vurub 6 ala bilərik. Deməli, burada bizə lazım olmayan, yəni bizə bərabər olmayan kəsr 28. Çünki 8-i 2-ni nəyəsə 4-ə vurmalıyıq ki, 8 alsın. Burada da bizim üçün belə bir yol yoxdur. Ona görə də bizə bərabər olmayan kəsr 28 kəsrini bura baxırıq. Burada isə baxaq görək nə var. Aha, 2-ni 2-yə vurub 4 alıb, 7-ni 2-yə vurub 14 alıb. Bizə aid olmayan, yəni bərabər olmayan kəsrimiz 18-də 3 kəsrini bura baxırıq. Deməli, 5-i 5-ə vurub 25 alıb, 2-ni də 5-ə vurub 10 alıb. Altda bir kəsri isə bizə aid olmayan, yəni bərabər olmayan kəsrdir. Burada isə gəlin baxaq. 2-ni 3-ə vursa, 2-ni 3-ə vurub 6, 6-nı da 3-ə vursa bu alınır. İndi bura baxırıq. 36-da 6 ilə 18-də 3. 18-i 2-yə vursaq 36 olar. 3-ü də 2-yə vursaq 6 olar. Deməli, bu ikisi bir-birinə bərabərdir. Bərabər olmayanımız isə, yəni bu kəsrə bərabər olmayan altdakı kəsrdir. Verilmiş hər kəsrə bərabər 3 kəsr yaz. Deməli, biz bu lövhəmizi silək əvvəlcə. Çünki rahat neyniyək? Burada kəsrlərimizi qeyd edək. Deməli, biz bu qələmimizi bir balaca incətsəydik, çox gözəl olardı. İndi isə başlayaq. Verilmiş kəsrimizin 2-də 1 kəsri. 2-də 1 kəsrinə bərabər kəsr yazaq. Birini əvvəlinə yazaq. Birini sonraya yazaq. 2-də 1 kəsrini 1-i 2-yə vuraram. Alaram 2. 2-ni də 2-yə vuraram. Alaram 4. Burada da qarşısında, məsələn, bir dənə də başqa kəsr yazaq. 3-ə vuraram. Alaram 3. Ay, niyə belə oldu? 5 oldu ki bu. Bunu 3 eləməliydik. 3 yazaq. Aha. Sonra isə 2-ni də 3-ə vurarıq. Niyə belə oldu? 2-ni də 3-ə vurarıq, alarıq 6. İndi bura baxırıq. 10-da 6 kəsrinə bərabər olar nə? 6-nı bölərəm 2-yə, alaram 3. 10-u da 2-yə bölərəm, alaram 5. Və yaxud da burada bilərəm. 6-nı 2-yə vuraram, alaram 12. 10-u da 2-yə vuraram, alaram 20. Sonra 20-də 12 kəsrinə baxıram. 12-ni 2-yə bölsəm, alaram buradan neçə? 6. 20-ni də 2-yə bölərəm, alaram 10. Və yaxud da 12-ni 3-ə bölə bilmərəm. Daha doğrusu 12-ni bölərəm, amma 20-ni bölə bilmərəm. 4 götürə bilərəm. 12-ni 4-ə bölərəm, alaram 3. Bu üçün başı niyə yazılır hər dəfə? 20-ni də 4-ə bölərəm, alaram 5. Davam edirik. Sonra burada 6-da 4 var. Biz 6-da 4-ün üstünə gəlib çıxmışıq. Gəlin əvvəlcə onu bir balaca buraları silim, yer açılsın. Sonra 6-da 4-ə burada yaza bilərik nəyi? 6-da 4-ə bərabər olar. 2-ni edə bilərik. Məsələn, 6-nı 2-yə bölərik 3. 4-ü 2-yə bölərik, alarıq 2. Və yaxud da sonra bölməklə biz ona bərabər kəsr tapa bilərik. Bu bölməklə idi. İndi bizə vurmayla tapaq. 4-ü 2-yə vuraram 8. 6-nı da 2-yə vuraram 12. Sonra 18-də 3 kəsrinə bərabər kəsr nə ola bilər? 3-ü 3-ə vuraram 9. 18-i də 3-ə vuraram. 2 dəfə 36. 54. 54-də 9. Və yaxud da azalda bilərəm. Gəlin, bizə pozun olalım. Və yaxud da burada bölməyə tapa bilərik. Bayaq vurmayla bölməyə. 3-ü 3-ə bölərəm. 1. 18-i 3-ə bölərəm 6. Bunlar 6-da 1. Bu da buna bərabər olar. Buralar silə bir balaca. Daha sonra 14-də 8 kəsri. 14-də 8 kəsrini isə 8-i 2-yə bölərəm. Alaram 4. 14-ü 2-yə bölərəm. Alaram neçə? 7. Sonra 8-i daha sonra 2-yə bölüb 8-i 4-ə də bölə bilərəm, amma 14-ə bölə bilmərəm deyə onu gözləyirəm. Və yaxud da 2-yə vuraram. 18-i 2-yə vuraram, alaram 16. 14-ü 2-yə vuraram, alaram 28. İstədiyimiz qədər vurub bölüb bərabər kəsr ala bilərik. Deməli belə. Bunu silək buradan. Yəqin ki, yazdınız artıq bunu. İndi isə keçirik nəyə? Görək burada söhbət nəydən gedir. Kəsrin sürət və məxrəcinin vahiddən fərqli eyni ədədə tam bölünməsi kəsrin ixtisar edilməsi adlanır. Kəsri ixtisar etməklə onun sürət və məxrəci daha kiçik ədədlər olur. Məsələn, burada göründüyü kimi uşaqlar. Məsələn, 36-24 kəsr var. Bu bölünə, bax bu ardıcıllıqla gedib ta ki 3-də 2-yə gəlib çıxıb. 3-də 2-ni artıq mən heç nəyə bölə bilmirəm. 36-24-ü bölüb 2-yə, ən balaca bölüb də həmişə ixtisar elə deyəndə bizə birbaşa böyükdən götürmürük də. Bərabər kəsrdə fərqi yoxdur. Amma ixtisar dediyi zaman ən kiçiyindən götürürük və kiçildə bölə-bölə gedirik. Sonda isə belə bir ixtisar olunmayan kəsr adlanır. Sonda da biz ona ixtisar olunmayan kəsr deyirik. Hansı ki biz artıq onu istənilən bir ya 1-ə
ya 2-yə, yəni ən kiçik ədədlərə belə bölə bilmirik. Gəlin bunun üzərində işləyək. 7-ci tapşırığa baxırıq. Boş xanalara uyğun ədədləri tapın. 16-da 12-ni neçəyə bölüb? Təbii ki, görürük ki, biz 2-yə bölüb ki, burada 6 alıb, burada 8 alıb. Daha sonra isə yenə də 2-yə bölüb. 6-nı 2-yə bölüb 3 alıb, 8-i də 2-yə bölüb 4 alıb. 18-i neçəyə bölüb 6 alıb? Təbii ki, 18-i 3-ə bölüb 6 alıb. Burada da 33'e bölüp 10 alıb. 6'nı daha sonra 2'ye bölüp 3 alıb, 10'u 2'ye bölüp 5 alıb. 60'ı neçəyə bölüb 20 alıb? Təbii ki, 60'ı 3'e bölüb 20 alıb. 72'ni də 3'e bölüb 24 alıb. 20'ni neçəyə bölüb ki 10 alıb? Təbii ki, 2'ye bölüb 10 alıb. Yəni bəzi uşaqlar var ki, məsələn 20'ni 2'ye bölüb 10 alır, daha sonra dayanıb fikirləşir ki, 24'ü neçəyə bölsəm 12 alır. Biz onsuz da bilirik ki, kəsirin surətlə məxrəci ikisi eyni ədədə bölünməlidir. Yəni 20 2'ye bölüb 10 alınıbsa, 24 də 2'ye bölünüb ki 12 alınıb. Daha sonra onu neyniyib? 2'ye bölüb, təbii ki 2'ye bölüb ki 5 alıb. Daha sonra 12'ni də 2'ye bölüb və 6 alıb. Sonda isə nə yaranıb? Burada 4'də 3, burada 5'də 3, burada 6'da 5 kəsirləri gördüyünüz kimi ixtisar olunmayan kəsirlər. Çünki artıq onları böləcək, ixtisar edəcək bir ortaq bir ədəd yoxdur. Hərəsinə ayrılıqda ola bilər, amma ikisi bir yerdə kəsirin surət və məxrəcini eyni böləcək bir ədədimiz yoxdur. Sonuncuya baxırıq. 36'nı 3'e bölmüşük ki, təbii ki 12 almışıq. 90'ı da 3'e bölüp 30 almışıq. Daha sonra yine 12'ni 3'e bölüp 4 almışıq. 30'u da 3'e bölüp 10 almışıq. Sonra 4'ü 2'ye bölüp 2 almışıq. Onu da 2'ye bölüp 5 almışıq. Və sonunda ixtisar olunmayan 5'də 2 kəsirini almışıq. Gəlin baxaq, burada nələr var. Kəsirləri ixtisar edin var. Gəlin biz kəsirləri ixtisar edək. 12'də 6 kəsiri ixtisar olunacaq neçəyə? Mən belə elədim. Əslində belə eləmək, mən öz üsulumuzdan elədim, amma belə eləmək lazım deyildi. Burada bölmə işarəsi olacaq, burada da bölmə. Neçə bölə bilərik? 6'nı məsələn bölərik 3'ə, alarıq neçə? 6'nı 3'ə bölərik, alarıq 2. 12'ni də 3'ə bölərik. Gəl biz 3'ə bölməyək. 12 3'ə bölüb 4 alarıq. Daha sonra 4'də 2 kəsirində 2'yə bölərik, alarıq neçə? 2'də 1. Gəl orada birbaşa burayla 2'də 1 yazaq ki, 2'də 1 olsun ki, və artıq bu, biz bunu başqasına ixtisar edə bilməyək. Sonra, indi bu birinə baxaq. 25'də 15'i bölə bilərik təbii ki nəyə? 5'ə. 15'i 5'ə bölərəm 3. 25'də 5'ə bölərəm, alaram 5. Və bu 5'də 3 kəsiri isə ixtisar olmayan kəsirdir. Burada böyük ədədlərdir. Biz ona görə ixtisar nədir? Böyük bölmək lazımdır ki, 30'u 10'a bölərəm, 3 alaram. 40'ı da 10'a bölərəm, 4 alaram. 4'də 3 kəsiri də ixtisar olunmayan kəsirdir. Sonra hansında qaldıq? 27'də 18'i. Bunu da böyük baxan kimi artıq bilir ki, 9'a bölsək daha yaxşı olur. 18 9'a bölərəm, 2 alaram. 27'ni 9'a bölərəm, 3 alaram. 3'də 2 kəsir ixtisar olmayan kəsir. 24'ü bölərəm 8'ə, alaram 3. 24'ü bölərəm 8'ə, alaram 3. 32'ni də 4'ə 8'ə bölərəm, alaram 4. 4'də 3 kəsir ixtisar olmayan kəsir olar. Daha sonra 16'da 14'ü nəyə bölərəm? Nəyə bölərəm? Bunu ancaq mən hələ ki 2'yə bölə bilərəm. Bir dəfəlik bölə bilmirəm. 14'ü 2'yə bölsəm və yaxud da elə 2'yə bölmək yaxşısı olar 7. 16'nı da 2'yə bölərəm, alaram 8. 8'ə 7 kəsir də ixtisar olmayan kəsirdir. 15'də 10'u bölərəm nəyə? 5'ə. Alaram 10'u 5'ə bölərəm, alaram 2. 15'i 5'ə bölərəm, alaram 3. 3'dəki kəsir ixtisar olunmur. 21'də 14'ü bölərəm 7'yə. Burada 2 qalar. Burada isə 3 qalar və təbii ki 3'də 3'dəki kəsir ixtisar olmayan kəsirdir. Biraz silək buraları, sərgəsiz oldu mənim sıxıldı. 24'də 16'nı bölərik nəyə? 4'ə. 16'nı 4'ə bölərəm, 4 düşər. 24 4'ə bölərəm, 6 düşər. Sonra 50'də 30 kəsirini bölərəm 10'a. 30'u 10'a bölərəm, 3. 50'ni də 10'a bölərəm, alaram 5. Bu da ixtisar olunmayan kəsir olar. Sonuncu 25'də 38. 35'də 28 kəsirini bölərəm nəyə? 7'yə. Gəlin baxaq. Biraz səliqəsiz elədik. Yerimiz balacıqdır. Aha, 28'i 7'yə bölərəm, alaram 4. 35'i 7'yə bölərəm, alaram 5. Davam edirik. Bu 5'dir. 27 54. Bu uşaqlar 27 böyük ədəd olsa da elə 27'nin özünə bölür. 27'ni 27'yə böləndə bir dəfə düşəcək. 54'ü 27'yə böləndə 2 dəfə düşəcək. Deməli, 2'də 1 kəsir də ixtisar olunmayan kəsirdir. İndi isə biz baxırıq nəyə? İxtisar olunmayan kəsirləri müəyyən edirik. Gəlin baxaq. 5'də 2 kəsiri ixtisar olunmuş. Bunu gəlin alaq dairəyə. 22'də 12 kəsiri ixtisar olur. Bəli, 2 ixtisar ola bilər. Bunu götürmürük. 35'də 17 kəsiri. Bu da 17 üstünə 17. Bu ixtisar olunur. 2 ixtisar olunur. Yox, olunmur. 34 olsaydı olardı. Bu da ixtisar olunmur uşaqlar. 12'də 40 kəsiri. 2 ixtisar olur. Bunu götürə bilmərəm. 70'də 25. 5 ixtisar olunur. Bunu da götürə bilmərəm. 72'də 27. 27'ni 2'yə vursaq 54 eləyər. 54'ün üstünə bir dənə də 27 gəlsə, yox, bu da ixtisar olunmayan kəsirdə alınır. Dedim bəlkə 3 dəfə düşər, amma düşmədi. 62'də 48 bu bölünür.
En azından 2'ye bölünür, ixtisar olunur. 66-da 55 kəsiri 11'ə ixtisar ola bilər. Məsələn, 55-ə 11-ə bölərəm, alaram 5, 66-nı 11-ə bölərəm, alaram 6. 78-də 45-i mən nəyə ixtisar 3-ə eləyə bilərəm görəsən? 45 3-ə bölünür. Bəs 78-ə baxaq, 7-nin içində 3, düşəcək 2 dəfə, 18-ə bəli, bu ixtisar olunur, bunu götürmürəm. 36-da 19 nəyə bölünə bilər? Bu 19 mən gördüyüm kimi heç nəyə bölünmür. 18 olsaydı bölünərdi. 90-da 78 2-yə bölünə bilər, 2 ixtisar oluna bilər, bunu vurmuruq. Sonra isə 48-də 43 kəsiridir. Bu da ixtisar, baxaq görək, olunmayan kəsirdir. İxtisar olunmur. Yəni necə ixtisar olunmur? Birə ixtisar olunur da sayılmır da, elə özü alınır, saymaq olmaz. Davam eləyək. Burada kəsirləri ixtisar olunmayan kəsir alınana qədər ardıcıl ixtisar elə. Gəlin bunu belə eləyək. Bu onun tapşırığı mən dəftərdə sizin üçün yazdım. Çünki burada mənim yerim balaca, çox səliqəsiz bir vəziyyət yaranacaq. Bu videonun ardınca mən bunun izahını dəftərdə ayrı çəkib paylaşaram. 11 tapşırığa baxırıq. Qanuna uyğunluğu davam etdirməklə növbəti kəsiri tapın, alınan kəsiri ixtisar etmək olarmı? Olarsa qanuna uyğunluğu ixtisar olmayan kəsir alana qədər davam etdirir. Gəlin baxaq. 4-ü 2-yə bölüb 2 alıb, 8-i 2-yə bölüb 4 alıb. 2-ni 2-yə bölərəm 1 alaram, 4-ü 2-yə bölərəm 2 alaram. Artıq buradan o tərəfə getməli, yəni ixtisar olmalı bir kəsir qalmır. 9-u 3-ə bölüb 3, 27-ni 3-ə bölüb 9, 3-ü 3-ə bölərəm 1 alaram, 9-u 3-ə bölərəm 3 alaram və artıq bunu davam edə bilmərəm. 32-ni 2-yə bölüb 16, 56-nı 2-yə bölüb 28, bunu isə mən bölə bilərəm nəyə? Məsələn, 16-nı 4-ə bölərəm 4, 28-i 4-ə bölərəm 7, 7 bu da ixtisar olmayan kəsirdir. Sonra 32-ni 4-ə bölüb 8, 80-i 4-ə bölüb 20, mən də 8-i 4-ə bölərəm 2 alaram, 20-ni 4-ə bölərəm 5 alaram, bu da ixtisar olmayan kəsirdir. İndi bura baxırıq. 54-ü neçəyə vurub 3-ə bölüb ki 18 alıb, 81-də 3-ə bölüb 27 alıb. Mən də bunu bölərəm nəyə? 9-a. 18 9-a bölərəm, alaram 2. 27-ni də 2-yə bölərəm, üzr istəyirəm, 9-a bölərəm 3 alaram. Baxın belə. İndi isə keçirik nəyə? Məsələyə. Gəlin baxaq məsələlərdə bizə nə deyir. Deyir ki, Səbinə hədiyyə qutusunu bəzəmək üçün eyni uzunluğu sarı və qırmızı lent aldı. O sarı lentin neyini 4'te 3 hissəsini, qırmızı lentin 12'deki hissəsini, bu hissələrin uzunluqları bərabər yoxsa fərqli. Deməli, gəlin baxaq. Yazıram bura 4'te 3. Burada isə yazıram 12'də 8. Gəlin baxaq. Bu uzunluqlar eyni olur yoxsa yox. Görək bunların uzunluqları bərabər olacaqmı? 3-ü neçəyə vursam, 4'ü 3'ə vurub 12 almaq olar, amma onu eləmək olmaz. 4'te 3. 3 artsa uşaq 2 2 arta bilər. Artsa 6 ola bilər, 9 ola bilər və yaxud da 3 3-ə vursam 9 olar, 3 2-yə vursam 6 olar, 3 4 artıq burada bərabər sayılmır. Bunlar bir-birlərinə bərabər deyillər. Bizdən nə istəyirlər? Bərabərdir yoxsa fərqlidir? Fərqlidir. İki velosipedçi eyni vaxtda qonşu qəsəbələrdən qarşı-qarşıya yola düşdü. Birinci velosipedçinin yolu 3'də 1 qət etdikdə ikinci velosipedçi yolun 12'də 5 hissəsini qət etdi. Deməli burada biz baxırıq nəyə? Birinci gedir 3-dən 1-i. 1 2 1 2 3. Bax burada gəlir, dayanır. 3'də 1. İndi baxırıq bura. İkinci velosipedçi isə 12'də 5'ini deməli. 1 2 3 4 5. 12'də 5. İndi bizdən nə istəyir? Qət etdi. Aha. Velosipedçilərin qət etdiyi yolların uzunluqları bərabər yoxsa fərqlidir? 3'də 1 ilə 12'də 5 kəsri. Gəlin baxaq. 3'ü 4'ə vursaq 12 olar, 1'i 4'ə vursaq 5 bu olmayacaq. İndi bizə nə deyir? Deyir qəsəbələr arasındakı məsafə 24 kilometr olarsa, həmin anda velosipedçilər arasındakı məsafə neçə kilometr olar? Deməli, əgər hər ikisinin arasında 24 kilometr məsafə qalarsa, biz nə edəcəyik? Mən buranı silək. Deməli, mən nə edəcəm? 24'ün əvvəlcə 24'ün 3'də 1'ini tapacağam. 24'ü böləcəm 3'ə, vuracam 1'ə. Olacaq 8. Daha sonra 24'ü böləcəm 12'yə, vuracam 5'ə. Alacam neçə? 24'ü 12'yə böləndə 2, 2'ni 5'ə vuranda 10. Deməli, 24 kilometrin birinci velosipedçi 8 kilometrin gedib, ikinci velosipedçi isə 10 kilometrin gedib. 24 kilometr cəmi uzunluğu varsa, mən nə edəcəm? 24'dən çıxacağam. Hər ikisinin getdiyi yol birlikdə olacaq 18 kilometr. 24'dən 18 çıxanda yerdə qalacaq neçə? 6 kilometr. Deməli, onların arasındakı məsafə 6 kilometr olacaq. Onların getdikləri yol təbii ki, bir-birinə bərabər deyil. Gəlin indi baxaq nəyə? Bu səhifəmizin sonuncu tapşırığına baxaq. Lalə sifariş etdiyi pizzanın 8'də 6 hissəsini dostları ilə bölüşmək istədi. Gətirilən pizza 16 bərabər dilimə bölünmüşdü. Lalə dostları ilə neçə dilimi bölüşməlidir? Deməli, pizzanın 8'də 6 hissəsini dostlarla bölüşmək istəyir. Gətirilən pizza isə 16 dənə bərabər hissəyə bölünür. Gəlin baxaq görək dostları neçə dilim bölüşməlidir. 16'nı bölərəm 8'ə, 2, 2-ni 6'ya. Bu hissəsini tapmağımızı istəmir bizdən. Bizdən nə istəyir? Dostlar bölüşməlidir. 16'nı 8'ə böləndə 2 dənə düşür. Və pizza bərabər 6 dilimə bölünübsə, onlara dostları ilə hər bir dostuna 2 dilim vermiş olur. Çünki biz burada baxırıq ki, 16'nı 8'ə böləndə 2, 2'ni də 6'ya böləndə 12 dilim olursa, 12 dilimdirsə, əgər həmin bu 12 dilimi də 6'ya böləndə hər uşağa 2 dilim düşə bilər. Dostları ilə hərəsinə 2 dilim bölüşə bilər. Belə, hələlik uşaqlar, növbəti videolarımızda görüşənədək.